Yəqin ki, eşitmisiniz də. Deyirlər ki, idman sağlamlıqdır. Məncə təkcə biz bu sözü eşitməmişik, həm də biz bu sözü əzbərləmişik. İdmanın sağlamlıq olduğunu və sağlam bədəndə sağlam ruh olduğunu da zamanla bizə peşəkar idmançılarımız göstəriblər. Gözlərimiz dolub Azərbaycan bayrağı yüksəklərə qaldırılanda, ermənilərin ayaq üstündə dayanıb bizim himnimizə qulaq asması, bayrağımıza baxması. Gözlərimiz dolub elə ermənilərə dəstək verən fransızların da eyni sima ilə bizim idmançılarımıza baxması. Bizi təsirləndirəndir. Bu təbii ki, göz dolması da sevinç göz yaşlarıdır ki, qəhərlənmişik. Nə qədər qürur vericidir tanınan çempionlar arasında bizim Azərbaycanlıların çempion olması. Nə gözəldir Azərbaycan bayrağının dalğalanması, nə gözəldir himnimizin səslənməsi. Dediyim kimi, axı himn səslənəndə yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq və bir də ki, millətindən asılı olmayaraq hər kəs ayağa qalxır. Azərbaycan himnini kim səsləndirə bilir? Azərbaycan prezidenti. Xarici ölkələrə səfər eləyəndə prezidentimizin şərəfinə himn səslənir, Azərbaycan bayrağı dalğalanır və bir də ki, idmançılarımız qalib olanda himn səslənir, bayrağımız dalğalanır. Və elə himni səsləndirən, bayrağımızı dalğalandılar. Bunu niyə dönə-dönə vurğulayıram? Çünki məhz bu idmançılarımız biri var ki, hər dəfəsində gedirsən, məğlub olursan, qalibiyyətlə qayıda bilmirsən və hər dəfə sənin yaxınların ümid eləyir. Eybi yoxdur, idmanda udmaq da var, uduzmaq da var. Gələn dəfə qalib olarsan, gələn dəfə qalib olarsan, amma bəziləri var ki, əksər vaxtlarda məğlubiyyətlə gəlir. Amma bizim bəzi idmançılarımız var ki, onlar xarici ölkələrə gedəndə idman yarışlarında onlar məğlubiyyətə alışmayıblar və bizi də alışdırmayıblar. Onlardan həmişə qalibiyyət gözləmişik. Məsəl üçün bunların içərisində dünyada qara brilliant kimi tanınan və qəbul olunan, yəni dünyanın əfsanəvi idmançısıdır da Rafael Ağayev və eyni zamanda judo və sambo üzrə bizim çempionumuz Zülfiyə xanım. Sözümün canı nədən ibarətdir? Bu idmançılar bizə məğlubiyyət yaşatmayıblar. Və yaxud da ki, yaşadanda o qədər az yaşadıblar ki, heç biz onun fərqinə varmırıq. Elə deyirik ki, 12 qat dünya çempionu. İndi deyirəm, yəni 12 qat dünya çempionu olmaq bilirsiniz, yəni harda olmaq deməkdir. Yəni çox ucalıqdır, çox zirvədir. Bu qədər sən Azərbaycan adını yaddaşlara həkk eləmisən, ən azı 12 dəfə Azərbaycan himnini səsləndirmisən, məhz sənin sayəndə səsləndiriblər. Və eyni zamanda Azərbaycan bayrağını bütün bayraqlardan ən hündürə qaldırmısan. Demək ki, bu idmançılara da dəyər o qədər olmalıdır ki, onlar dəyərli olduqlarını və onlar qalib olduqlarını hiss eləməlidirlər. Biz necə Azərbaycanın qalib olduğunu, Azərbaycan ordusunun qalib olduğunu, Azərbaycan prezidentinin qalib prezident olduğunu hiss eləyirik. O idmançılar da hiss eləməlidirlər ki, qalib ölkənin qalib idmançılardılar. Amma çox təəssüf ki, bizim peşəkar idmançıların hissiyatını boğanlar var. Hansı səbəbdən boğurlar? Niyə boğurlar bunu deyə bilmərəm, amma gördüyüm fakt var. Və bugün daha bir idmançının ürək sözlərini sizə təqdim edəcəm. Rafael Ağayev danışdı, çox böyük səs-küyə səbəb oldu. Və mən bilirəm ki, Zülfiyə xanım da danışacaq və bu da növbəti dəfə ikinci böyük səs-küy olacaq. Niyə? Çünki prezident İlham Əliyevin daim diqqət göstərdiyi idman sahəsi və daim diqqətdə saxladığı idmançılar var ki, bəzi rəhbərlər onları görməzdən gəlir. Bircə söz deyirəm, düşünün ki, Judo Federasiyasında deyilir ki, burada sənlik iş yoxdur, heç federasiyanın qapısından içəri də girə bilməzsən. Ümid eləyirəm ki, şoka düşdünüz. Bəli, mən də eşidəndə əslində bu qədər təəccüblənmişdim. Necə 12 qat dünya çempiona deyilir ki, sən Judo Federasiyasına içəri girə bilməzsən. Axı o judo üzrə dünya çempionu olub. İş yoxdur Zülfiyə xanıma, uzun sözün qısası. Daha bizi şoka salan hansı məqamlar olacaq? Gəlin elə zaman itirmədən Zülfiyə xanımın özünü eşidək.
Beləliklə, qonağımız judo və sambo üzrə 12 qat dünya çempionu, dəfələrlə olimpiya çempionu və eyni zamanda hərbçilərin olimpiya çempionu, dəfələrlə Avropa çempionu. Hərbçilərin olimpiya çempionu, dəfələrlə Avropa çempionu. Xoş gəlmisiniz Zülfiyə xanım. Zülfiyə Hüseynova, mayor Zülfiyə Hüseynova. Çox sevirəm mən hərbini və ümumiyyətlə. Artıq keçmiş mayor. Həmişə də. Amma istənilən halda o sizin bir həyatınızda olan bir yolunuzdur ki, onu da, bəli, onu da, yəni keçmiş saymırıq artıq. Siz bizim üçün həmişə dəyərlisiniz. Xoş gəlmisiniz. Əvvəlcə onu deyim. Çox sağ olun, xoş gününüzə gələk. Və sizə təşəkkür edirəm ki, Zülfiyə xanım, problemlərinizi götürüb bizim yanımıza gəlmisiniz. Əslində çox adam seçə Əslində mən bilərdiniz. sizə təşəkkür edirəm ki, siz mənim problemlərimə bir neçə vaxtınızı ayırıb, qulaq asıb, işıqlandırmaq istəyirsiniz. Mən öz minnətdarlığımı bildirirəm. Doğrudan da hər kişinin işi deyil. Bax, buradan da açıq-aydın deyirəm. Əsasda idman jurnalistləri. Hamısı bu saat qaçır. Deyir, görək hara qədər qaçacaqlar. Çünki haqqı deyəndə çoxu gizlənir ki, çünki haqqın arxasında biraz onları sıxma, boğmaya sala bilərlər. Ona görə onlar qaçırlar. Amma mən sizə təşəkkürümü bildirirəm ki, mən sizə xahiş edəndə siz xahişimi yerinə salmadınız və razılıq verdiniz ki, əlhamdülillah bu işıqlandıraq bu problemlərimizi. Zülfiyə xanım, özünüz də bilirəm ki, Allaha ibadət eləyirsiniz. Nəyi demək istəyirəm? Buna niyə diqqət çəkdim? Allahın açdığı qapını kimsə bağlaya bilməz. Və Allah verəcəksə kimsə ala bilməz. Verməyəcəksə də milyonlar yığırsa sənə verə bilməz. İndi idman jurnalistlərindən siz danışırsınız. Mən konkret bilmirəm kimlə söhbət gedir. Sadəcə bunu zamanla mən də görmüşəm ki, insanlar 5 manat çörəyim var. Ondan olaram deyə həqiqətən də insanı üzən, insanı çox narahat edən bir şeylərə gözlərini yumub keçə bilirlər. Hərdən mənə də deyirlər ki, sən danışırsan, problemləri deyirsən, niyə ailəvi düşünmürsən, niyə uşaqlarını düşünmürsən? Deyirəm, baxın, mənim 45 yaşım var. Bugün mən gördüyümü deməyəcəmsə, demək mən bir ömür qorxaq yaşayacağam. Və mən qorxaq yaşamaq istəmirəm. Ona görə də indi zamanında o Heydər Əliyev hava limanında dayanan əlində mikrofon, Zülfiyə xanım növbəti dəfə dünya çempionu oldu, Azərbaycan bayrağı. Dünya çempionları kimdir? Azərbaycan bayrağını dalğalandıranlar. Dünya çempionları kimdir? Erməniləri də, nə bilim, fransızlar da məcbur eləyən ki, ayaq üstündə dayanacaqsan və mənim himnimi dinləyəcəksən. Və bu çox böyük bir tituldur da dünya çempionu. Əlbəttə ki, yəni belə xəritəyə baxanda balaca görükürük də. Əlhamdülillah ki, Allah Əzza və Cəllə bizim idmançılara güc-qüvvət verib. Amma acıqlarına gəlsə də, biraz da kişilik versəydi çoxuna daha yaxşı olardı ki, üzə gülüb dalda danışmasınlar. İdman sahəsində də demək qalib olub, amma əslində həyatı məğlub olan insanlar var. Həyatda, bayaq siz çox gözəl vurğuladınız, 5 manat, 3 manata görə əylənlər çoxdur. Əlhamdülillah ki, deyir, Allah bizləri əyənlərdən etmədi, şükürlər olsun. Haqqımı tələb etməyi də bacarıram, sözü də üzü də deyirəm. Heç kəsin də arxasında danışıb, kiminsə də günahını boynuma götürmək istəmirəm. Çünki özümün o qədər günahım var ki, hələ bir onun da günahını özümə yükləmək istəmirəm. Ulu öndərimiz çox gözəl demişdi ki, bir tədbirlərin birində, nazirin birinin qayıtdı ki, neynəmirsən? Baxın, bu idmançılar. Bir mən gedəndə hansısa bir ölkəyə himn çalınır, bayraq qalxır. Bir də idmançılar dünya, Avropa, hər hansısa bir turnirlər udanda bayraq qalxır və himn səslənir. Bu da hər bir insana nəsib olmur. Bax, şəxsən mən buradan üzümü tutub Judo Federasiyasının katibi Rəşad Rəsulluya deyirəm. Mən 95-ci ildə hərbiçilərin olimpiya çempionu olanda İtaliyanın Rim şəhərində, paytaxtında və orada istər-istəməz erməni komandası da var idi və onların generalı Fərəqət komandası ilə, hərbi salamla mənim bayrağıma qanlı-qanlı baxaraq himim səslənir, o ayaq üstə durmuşdu. Rəşad Rəsullu, sən onda hardaydın? Mən Azərbaycanın bayrağını qaldırıb himni səsləndirəndə. İndi həmin o insan mənə deyir ki, özü maraqlı da odur ki, İlk öncə onlara yaxınlaşdım. Dedim ki, bəs mən artıq pensiya təqaüdə çıxmışam, gəlib. Olan qalan ömrüm nə veribsə Allah Əzza və Cəllə, əlhamdülillah. Onsuz da mən bu işin sevəniyəm, özüm də məşğul oluram və bildiyimi, yəni biri var ki, mən güləşəndə nə isə başa salım, biri var ki, öz Azərbaycanlı balalarımdan məşğul olum.
Və ki idmanda artıq işimdən təqaüdə çıxdığıma görə qalan ömrümü idmana dedi ki, hə onda bir zal tap, zalı təmir eləyərik, arenda pulunu verərik, işləyərsən. Mən də dedim ki, mən elə istəmirəm. Mən istəyirəm ki, Azərbaycanlı balalarını havayı öyrədim. Çünki idmana gələn, idmanda olan, nəticə verən, bizim kimi nəticə verən hamımız kasıb ailənin balası. Heç bir imkanlı ailənin balası gəlib mənim kimi o deyir 9-cu fəqərəsindən başqa bütün fəqərələrini sındıran deyil. Nə də ki deyir o yırtıq eləyən deyil, nə dizi sınacaq, nə qolu sınacaq. Yəni onlar məşğul olurlar özləri üçün, yəni öz bədən quruluşları üçün. Amma bizim kimi bu axıra qədər peşəkar gedib deyir bayrağı qaldırıb himi səsləndirim. Ola bilər içində milyonda bir dənə, amma onu da hələ görməmişəm. Ki mən dedim, mən hava öyrətmək istəyirəm. O qayıtdı ki, elə şey olar. Dedim, valla sən idmana full göz ilə baxsan, mən idmana Azərbaycanın gələcəyi və sağlamlığı kimi baxıram. Mən bəs bir şey dedim. Dedi ki, yox, biz onu eləyə bilmirik. Bəs Richard götürür işə. Mən qayıtdım ki, Richard Alman xeyir ola Azərbaycanda o işə götürür. Dedim, nə olar? Richard müəllimə yaxınlaşdım. Dedim, bəs belə-belə. Hələ heç məşqçi kimi yox, kurator kimi istəyirdim. Ki, bəs Rişid müəllim, mən istəyirəm belə-elə. Dedi ki, valla mən heç kəsi tanımıram. Məsələn, mən nə bilim Səidə Zudoda yaxşıdır, ya Zülfiyə yaxşıdır. Mənə deyirlər Səidəni götürürəm, Zülfiyəni götürürəm. Təqdimat vermək lazımdır. Təqdimatı bunlar verir. Mən təzədən yenə də yaxınlaşdım. Dedim, axı bəs belə. Qayıtdı ki, hə sən Zudo akademiyasını keçməmsən. Yaxşı, mən keçməmişdimsə Zudoya. Dedim, axı mən işləyirdim. Mən o birlər kimi işləyə-işləyə yalandan adımı müəllim yazdırıb, gəlib ikinci yerdən pul almağa, mən bir işi görürəmsə, burada mənim adım var. Mən onu mükəmməl və gözəlliyi ilə görməliyəm. Çünki sabahsı günü deyəcəklər ki, bunu Zülfiyə görüb. O deyir, ala başına, kül başına da görmək istəmirəm. Necə o biri idmançılarımız idmandan ayrılandan sonra gəldi, həmən məşqçi oldular və məşqçilik eləyə-eləyə Judo akademiyasını keçdilər. Həmin onun, yəni ki, həmin o fəndlərdir. Biri var ki, biz ona deyək ki, süpürmə, yəni yaxud da ki, badalaq içərdən, Yaponca oichigari deməlisən. Onun adlarını eləməklə, deməklə olmayacaq. Əsas odur. Amma maraqlı odur ki, gətirdikləri oğlan komandasını demirəm, qız komandası müəllimləri Azərbaycanda keçdi. Elə yaxşı müəllimlər idi. Niyə elə xaricdə keçib gəlməmişlər o akademiyanı, elə orada keçərdilər də. Bu insan məni ilə prinsipə dedi ki, dedim ki, onda əgər siz məni işə götürün, mən cənab prezidentə yazacağam. Cənab prezidentə məktub yazdım və cənab prezidentdən də məktub gəldi ki, Zülfiyə Hüseynovunu işdən təmin edin. Həmin məktub gələndən sonra Judo Federasiyasına Rəşad Rəsullu mənə götürdü, sənə uyğun hələlik iş yoxdur. Yəqin ki, mən demişəm ki, məni banka müdür qoyun, o da mənə banker etmək istəməyib də ki, judoda ilə məşğul olan adam üçün gülməlidir, bəli. İş yoxdur. Əgər sən dedim ki, baxa, mən sabahsı günü şikayət etsəm, kimsə hansısa bir, məsələn, pərəstişkar edən, yaxud da ki, bloger, yaxud da ki, kimsə nəsə bir şey desə, çünki idman deyəndə hamı ölkə başçısını deyir ki, ölkə başçısı bu qədər pul xərcləyib idmana. Niyə bəs idmançıya yeri yoxdur? Baxa, sabahsı günü ölkə başçısına biri bir söz desə, sən niyə olacaq? Onda mən də səni zala buraxmayacağam. Mən dedim, nə sənin dədəvin zalıdır, mənə mənim. Və mənim başqa kanallarda çıxışım oldu və bu sözü də demişdim. Ondan sonra mən zala gedəndə məşqə, mən səsi də yazdım. Nəyə görə? Çünki mən əvvəlcədən dedim ki, bizim bir idmançıya da qarşı haqsızlıq etmişdilər, sonra onun boynuna qoymamışlar. Mənə dedilər ki, artıq rəhbərlik deyir ki, kənar şəxslər buraxılmır. Dedim, kənar şəxslər deyəndə kimi nəzərdə tutursunuz? Milli komanda, dedim, milli komandaya gəlsə, mən də ustalar arasında milli komandanın yeganə üzvü və dünya çempionu. Nə ixtiyarı var ki, məni milli komandanın üzvüyəmsə, məni içəri buraxmırlar və məni zala buraxmırlar. Yəqin ki, bunun atası tikib, dövlət tikməyib. Yəqin ora onun özəl zalıdır. O xərclənilən 16 milyon nəyə xərclənilib dövlətin hesabından mən bilmirəm ki, bura Rəşad Rəsullunun özəl artıq zalı olub. Amma pul dövlətdən gedir. Zülfiyə xanım, sizin kimi ümumiyyətlə bu rekordu göstərən var 12 dəfə dünya çempionu qadınlar arasında danışıram. Yox. Azərbaycanda yoxdur demək. Yox, nəinki Azərbaycanda, məncə səhv etmirəmsə dünyada da yoxdur, amma yenə də haqqa girə bilərəm. Amma bütün hallarda Azərbaycanda yoxdur da. Siz bu nəyə bənzədi? Bu zamanla Rafael Ağayev də, hansı ki o da dəfələrlə dünya çempionu, Avropa çempionumuz, bəli. Qara brilliant deyirlər. Bütün dünya tanıyır Rafael Ağayev, amma bugün görsən ki, o da hardasa incir, o da hardasa küsür. Sadəcə sizin danışdığınızı bir məqam mənim diqqətimi çəkdi. Deməli, Judo Federasiyasında katib, bəli. Judo Federasiyasının katibi. Qat, hələ katibliyini o tərəfə qoyuram. Ümumiyyətlə Federasiyasının adını deyirəm. Judo Federasiyasında 12 qat judo və sambo üzrə dünya çempionuna deyilir ki, burada sənə uyğun iş yoxdur. Çox maraqlıdır bu sözün özü.
Hamı məsəl üçün rəhbər ola bilər. Əksəriyyət nazir də ola bilər, icra başçısı da ola bilər və yaxud da ki, mənim kimi bir jurnalist ola bilər, sizi kimi bir idmançı ola bilər. Hələ çempion olub olmamasına toxunmuram. Hamı amma hiss edə bilməz ki, oturduğu yer haradır. Məsələn, mən indi burada oturmuşam, mən görürəm ki, sevdiyim işıqlardır və mikrofondur və mən özümü efirdə hiss eləyirəm və mən o işin haqqını vermək istəyirəm. Siz də o tatamidimi, o güləş döşəyidimi çıxdığınız, orada hiss eləyirsiniz ki, siz idmançısınız və siz qalib gəlməlisiniz. Öz tarafkamdayım, belə deyək. Baxın, əgər bugün bir federasiyanın rəhbəri o ümumiyyətlə Judo Federasiyasında olduğunu hiss eləmirsə, mən tanımıram şəxsən adamı. İlk dəfə adını da sizdən eşitmişəm. Çünki mən idman jurnalisti deyiləm deyə sadəcə bu Azərbaycan brendlərini tanıyıram da, Rafaeli tanıyıram, Zülfiyə xanımı tanıyıram və bir neçəsini ki, o idmançılar qalib olanlardır və ümumiyyətlə məğlubiyyətlə dönməyənlər də çox nadir hallarda. Bunları tanıyıram. Amma məsələn, min idmançı ola bilər, mən minini tanımaram, onu tanıyıram dediyim kimi qaymaqları. Ona görə də bu Judo Federasiyasının rəhbəri kimdir, nədir, onu bilmirəm. Bir bildiyim şey var ki, Azərbaycan prezidentinin idmana diqqəti, qayğısı o qədərdir ki, və onun bu qayğısından, diqqətindən sui-istifadə eləmək olmaz. Elə söhbət də ondan gedir ki, bir şey olanda hamı deyir ki, prezident hara baxır? Sən başa salarsan ki, abalam, prezident gəlib bunun yerinə işləyəcəkdisə, elə də bunu niyə bu qədər buna maaş verir ki, elə özü olardı da orada. Özü maraqlı odur ki, yəni ulu öndərimiz çox gözəl demişdi. İdmana və idmançıya kömək eləyən mənə kömək eləyir. İdmana və idmançıya mane olan mənə mane olur. Bu insan necə dövlət başçısının göndərdiyi əmri heç belə yaxın buraxmır ki, yox, iş yoxdur. Necə yoxdur? Mənim müraciətimdən sonra neçədən adam ora işə gəl götürək Azərbaycanın milli komandasının qızlardan olan müəllimlərini. Göstərin, elə o gətirdiyiniz o xaricilər də, özümüzünkilər də. Hansının nəticəsi məndən çoxdur? Mən bir söz demirəm. Bir dənə göstərsinlər, deyim ki, onun nəticəsi məndən çoxdur. Həqiqətən uğuru var imiş, mən bilməmişəm. Mən bilməmişəm, ola bilsin ki, tanımamışam. Siz yenə deyirəm, hər bir şeydə bax adama deyirlər, sən niyə xanımını gətirmisən? Orada psixoloq işlədirsən, əmin oğlunu gətirmisən, xalan qızın, bibin qızını da gətir, hamısını kimi gətirirsən gətir. Mən əgər idmançıya da orada yer olmayacaqsa, mənim haqqıma girmədi, amma məsələsi var. Niyə mənim Azərbaycanım ola mən getməliyəm harasa, hansısa bir ölkəyə üz tutmalıyam sənin kimilərə görə? İdmanla anlayışı olmayan adam. Mən yenə deyirəm, əstəğfurullah, mən deməkdən Allaha sığınıram. 95-ci ildə hərbiçilərin olimpiya çempionu olanda, o erməni generalını ayağa qaldıranda sən Rəşad Rəsuldu, onda idman nə olduğunu bilirdin. Amma indi gəlib deyir, özü etiraf edir, mən idmançı olmamışam. Sən idmançı olmaya işləyirsən, mən niyə işləyə bilmirəm o federasiyada? Mən düşünürəm ki, bu problemlərin əsas kökündə dayanan məsələ odur. Nazirliklər, Gənclər və İdman Nazirliyi. Siz hər bir yerin bir böyüyü var. İdman deyəndə hamı nazirliyi və nazirlikdən də sonra federasiyalar gəlir. Müraciət edirsiniz nazirə. Gənclər və İdman Nazirliyinə də məktub getmişdi. Orada İdman şöbəsinin rəisi Elnur Məmmədlidir familiyası, ya Məmmədovdur, səhv etmirəmsə. Özü də idmançıdır, səhv eləmirəm. Yox, o idmançımız yox, o deyil. O Judo Federasiyasında vitse-prezidentdir. Və həmin Elnur müəllimə ilə zəng elədi, danışdı bir neçə dəfə. Dedim, qardaş, sən nazirə deyən ki, mən onun yanına gəlmək istəyirəm. Mənim problemlərim var. Bu olmuşdu. Mən may ayında Avropa çempionu olub gələndən sonra zəng elədim. May aylarının axırı idi. Dedim ki, bəs dedi ki, hə, Zülfiyə deyəcəm, arxayın ol. O deyəcəm, bu deyəcəm, indi dekabrın görülkəsidir, hələ də deyilməyib. 6 aya, 7 aya... Əminsiniz ki, deyilməyib, yoxsa nazir qəbul eləmək istəməyib? Valla, nazirin nömrəsini də tapdım, zəng elədim, ola bilsin nömrəmi tanımır, qaldırmadı da. Telefonu da qaldırmadı, bu da var. Tanımadıqları nömrələri qaldırırlar. Amma mənə bir şey çatmır ki, bu telefondursa, zəng gəlirsə, bu nömrəni qaldırmaq lazımdır da. Yəni, bugün əgər deputatlar tanımadığı nömrəni qaldırmasa, mən bilmirəm ki, necə bağlı nömrə, açıq nömrə, adı çıxan, çıxmayan, zəng gəlirsə, demək bu zəngə cavab verməlisən də. Bu telefon bunun üçündür də, ən azından. Yox, əgər sən bu zənglərə cavab verməyəcəksinsə, o telefon nəyə gedir? Yenə deyirəm, haqqına girə bilmərəm, kiminsə haqqına girmək də istəmirəm. Amma nazirdən də narazıyam. Neçə ildir gəlib nazir? Bir dəfə maraqlanıb ki, belə bir idmançımız var idi. Hani o idmançımız. Hansı bir dövlət tədbirində Zülfiyə var neçə illərdir? Nə var, üzlərinə sözü deyirəm. Başa düşürsünüz? Bir dəfəlik açın qulağınızı eşidin. Mən o biri idmançılar kimi deyiləm. Siz idmançı dünya, Avropa, Olimpiya çempionu olmaq asandır. Məşq eləyəcəksən, olacaqsan. Üz-üzə gülüb dalızca danışmıram mən.
Mən üzünüzə deyirəm. Ha, ağa ağ deyirəm, qarıya qara. Ömrümün sonuna qədər də belə olacağam. Nəyə görə? Çünki məni böyüdəndə belə böyüdüblər ki, yaxşıya yaxşı deməlisən, pisə pis. Mən nə var, bu gün siz vəzifədəsiz, sizə yaltaqlanım. Sizdən sonra başqası gələcək. Onda belə çıxacaq ki, mən başdan ayağa yaltaqlanmalıyam. Sizə xeyir ola yaltaqlanım. Sən mənə yaltaqlan ki, gəlmisən, Judo Federasiyasının katibisən, bu idmançılara görə gəlmisən, çıxmısan da bura. İdman olmasaydı, idmançılar olmasaydı elə bir vəzifə olmayacaqdı ki. Niyə mən, nə üçün, biz necə, mənə nə təsir edir? Bir olimpiya idman növlərini götürün. Hansı olimpiya idman növündə Azərbaycanlının var baş məşqçi? Ölüb Azərbaycanlıların mənə təsir edir şəxsən. Niyə xarici gəlib burada yeməlidir? Mənim Azərbaycanım olimpiya çempionunda yetişib, dünyanın da, Avropanı da, beynəlxalq turnirlərində qaliblərini yetişdirib. Niyə həmin o Azərbaycanlılarım indi müəllim işləyə bilmir? Amma xaricdən sən yığıb gətirirsən, bir dənə olar, iki dənə olar. Judoda bəlkə bir 6-7 dənə xarici müəllim gəlib. Niyə? Nə səbəbdən gəlib? Belə çıxır ki, belə kobud da çıxsa, basıb yeməyə gəlmisiniz. Yemək yeməkdirsə öz millətim qoy yesin də. Niyə başqası yeməlidir? Siz deyəndə də başlayırlar ki, hə o demagogdur. Birinci mən demagog deyiləm, mən sözün düzünü deyənəm. Kimliyindən asılı olaraq bir dənə qorxduğum varlıq varsa o da Allahdır. Onun qarşısında günahlarım çoxdur və ona borcluyam. Ondan başqa həyatda heç kəsə borclu deyiləm. Məsələ burasındadır ki, demagog bu adi bir şeyi çox şişirdən təqdim edən və yaxud da ki, özündən uyduranlar, filan yerdə filan problem var, bilirsiniz. Mənə görə demagog adamlar odur. Amma siz faktı göstərirsinizsə ki, bəli, Azərbaycanın dünya çempionları, Allah gecindən versin, ölübmü ki, biz xaricdən transfer eləyirik bura, məşqçilər gətiririk bura. Bəs adama təsir edən də odur da. Yenə deyirəm, Allah həriyə bir şey verib də, amma idmana ən azından, yəni idman elə bir şeydir ki də, millətin xaricdə ən gözəl siyasətdir də, bax belə deyək. Əlbəttə ki, bəli. Dünyada ən gözəl siyasət bu saat idmandır. Ölkəni tanıtmaq üçün ən bəli. İstərsəməz bax, önəmli. Kimisə də tanımasa, məsələn, hansısa bir futbolçuya baxır, deyir, bu futbolçu filan ölkədəndir ki, o ölkəni bəlkə tanıyan yox idi. Amma o futbolçuya görə o ölkəni tanıyırlar. Olimpiya oyunlarına baxırlar, dünya, Avropa, bu haraldır, Azərbaycan gedir, istərsəməz. Bax, hardasa 2008-ci ildə biz Braziliyada ustalar arasında dünya çempionatı olanda mən özümlə Xocalının kitabını aparmışdım. Çox ağır idi. 3-4 dənə apardım və orada 5 ulduzlu qasins olduğuna görə xolda qoydum ki, orada gedib gələnlər şeyləsin. Bir neçəsi eləyəndə, məsələn, orada erməni deyir ki, budur. Amma sən faktlarla apardın, qoydun və gördülər ki, yox, bu belə deyil. Ən azından maraqlanır, bu haradır, deyirsən ki, Azərbaycandır, budur. Allah, məsələn, cəm ölənlərimizə rəhmət eləsin, şəhidlərimizə, qazilərimizə can sağlığı versin ki, məsələn, müharibəni udandan sonra biraz da tanındıq. Yəni, Azərbaycanı tanıdan adamlara sən bu qədər cılız hərəkət edirsən, insana təsir edir istər-istəməz ki, yenə deyirəm, biz bayraq qaldırırıq, himn səsləndiririk. Bu bizim borcumuzdur, bu bizim işimizdir, bunu edirik. Amma sənin də borcundur, sənin də işindir ki, mənim haqqımı vermək. Mən niyə üçün keçən illərim dünya çempionatına Amerikaya gedəndə öz hesabıma getdim, bu il Avropa çempionu oldum, getdim Latviyada öz hesabıma, bu il Parijdə 7 noyabr dünya çempionu oldum öz hesabıma. Mən milyon üstündə oturmamışam. Judo Federasiyasına ildə nə qədər pullar ayrılıb? İndi ilin axırı olacaq. Siz hansısa bir tədbirdə görünməni görəcəksiniz? Yox. Çünki Zülfiyə ora xətt çəkiblər ki, Zülfiyanı ora buraxmaq olmaz. Çünki cənab prezidenti görəcək, sözün düzün deyəcək. Cənab prezident də bunlara od vuracaq. Ki, sən nə üçün bu idman? Çünki şəxsən mənim özüm dəfələrlə dünya, Avropa çempionu olub gələndə məni özü şəxsən çağırıb, təbrik edib, uğurlar arzulayıb. Bu adamın yanında ən az 6-7 dəfə mən olmuşam. Və indi siz elə şeyləmişsiniz ki, bu normal idmançıları görməsin cənab prezident. Çünki görsə, nə üçün Qarabağımızda tədbir olur, biz orada yoxdur. Demək çirkinlikdir. O müharibə gedəndə mən gedirdim ora və siz hardaydınız? Amma elə şeylər var ki, yenə deyirəm, iyrənclikdir. Adam demək istəmir. Amma yenə də buradan üzümü o bəzi idmançılarımıza tuturam ki, dünya Avropa çempionu olmaq asandır. Biraz ürəyinizdə olsun. Sözün düzünü deyin. Zülfiyə xanım, bir şey deyim sizə, o diqqətimi çəkdi. Siz bu yarışlara gedəndə, məsələn, ötən il getmisiniz, onun öncəki il getmisiniz. Yarışlara gedəndə elə milli komandanın üzvü kimi getmisiniz də siz. Bəli, Azərbaycanın bayrağını qaldırıb milli komandanın üzvü kimi, amma öz hesabıma. Amma niyə öz hesabınızı onu bilmək istəyirəm. Çünki Judo Federasiyası pul vermədi bizə ki, heç kimə vermədi idmançılardan, yoxsa?
Bir dənə müəllim var idi, müəllimimizə verdilər, milli komandanın müəlliminə, amma heç bir idmançıya vermədi. Amma ilin axırı, maraqlıdır ki, Səidə xanım, ilin axırında, məsələn, baxarsınız, ilin axırında deyəcəklər, cüdodan bu qədər dünya çempionatında qızıl, bu qədər də Avropada. Onda mənim medalımı niyə hesabat verəndə deyirsən? Demə də, onu mən axı öz hesabıma gedib udmuşam. Yox, sadəcə mən bir şeyi, mən yenə deyirəm, mən idman sahəsini dərindən bilmirəm, amma mən bilirəm ki, idmançılar dövlət hesabına getməlidirlər o yarışlara. Necə olur ki, Cüdo Federasiyası sizi öz hesabınıza göndərir, maraqlıdır. Biri var ki, deyir başını belə qaşıyasan, biri var belə qaşıyasan, belə qaşıyan. Hər necə qaşımağından asılı olmayaraq. Belə qaşıyanlar çoxdur ona görə. Yəni dövlətin ayırdığı vəsaiti necə istəyirsən qaşı, istəyir belə qaşı, istəyir belə qaşı. İlk il bir dəfə elədilər Dubayda olanda yarışda. Ondan sonra dedilər büdcəmizə ziyandır. Ondan sonra da yəqin ki, büdcələri çox azaldı və eləmədilər. Öz hesabıma, şəxsən öz hesabıma getdim və bu ildə dedim ki, artıq mən idmana nöqtə qoyuram. Çünki nə mənim o qədər, mən təqaüdlə dolanan adamam. Mən neçin hər dəfə hansısa bir dostuma deməliyəm ki, mənə sponsorluq elə, mən yarışa gedirəm. Gülməlidir, mən bu saat kiməsə sponsorluq eləməliyəm, kimsə mənə yox. Məsəl üçün, siz başqa ölkədə olsaydınız, başqa ölkədə olsaydım çox şey olardı. Başqa ölkədə olsa, indi sizin bir 5 yerdə eviniz var idi, villalarınız var idi. Mən vaxt var idi, əhsən kişisən sözünə güləşdim Azərbaycanın o çətin vaxtlarında. İndiki vaxtda nə var ki, gedib udub gəlirlər, əlhamdülillah, cənab prezident ayrılıb, mükafatlar, onlar verilir. Amma indi ustalar arasında udub gəlmişəm, öz hesabıma getmişəm. Keçən ildə, bu ildə, amma mən bir qəpik görmədim ki, premiya da verilsin. Siz yenə deyirəm, söhbət puldan getmir, amma söhbət ondan gedir ki, ən azından insanın əməyini qarşılamaq, qiymətləndirmək lazımdır ki, bu insan da bilsin ki, əməyim qiymətləndi də. Yenə deyirəm, mən onsuz da öz zövqüm üçün güləşirəm. Bu mənim o xəstəlikdir də, necə deyirlər, idmançılarda belə bir xəstəlik var da. İdman bizi atır, biz idman ata bilmirik. Özü gülməli də odur ki, və bu qədər nəticəsi olan idmançını da zala buraxmırlar. Mən indi hansısa bir başqa bir zala pul verib getməliyəm. Kimə desən gülür. Neçə ildir idmandasınız? Artıq 39 il yarım. Peki 39 il yarım özünüzü inandırmısınız ki, siz judoçusuz? Yox, judoçusuz da. Bəlkə siz başqa sahədə olmusunuz. Mən güləşdə olmusunuz, karatədə olmusunuz. Bəlkə sadəcə bu indi ola bilsin, açılır və indi Judo Federasiyası hiss edir ki, Zülfiyəni zala buraxmaq olmaz. Niyə? Çünki bu zala girişi yasaqdır. Başqa idman növündən gəlib judoda müəllim işləyənlər də var, arxain olur. Bəli, tapşırıqla, o kim deyir, tapşırıq yox da. Valla, getsinlər, özlərinə gülsünlər. Başqa heç nə demirəm. Bura vətəndir, mən bir dənə onu bilirəm. Əfsuslar olsun ki, idmanda da bu axır vaxtlar çox belə dəb alır. Və biz də elə o vətən dediyiniz torpağımızın üzərində gəzdiyinə görə onun haqqını veririk. Bir də ki, Azərbaycan prezidentinin qalib prezident olduğuna görə, Azərbaycanı dünyada tanıtdığına görə haqqını veririk. Harda nə problem varsa, onlar hər şeyin aşağısındadır da. Yəni Azərbaycan var, prezidentimiz var və ordumuz var. Mən deyirəm, o məhvum elə məhvumdur ki, şəxsən öz adıma heç vaxt qoymaram ki, bəli, ora toxunulsun. Amma bugün, bəli, bugün amma Judo Federasiyasında sizi incik salırlarsa, siz də düşünürsünüz ki, niyə məni görmədi görəsən? Yox, mən bilirəm ki, cənab prezident şəxsən bundan xəbər tutsa, çünki o insan mənim özüm çox böyük pərəstişkarım olub. Şəxsən mən bilirəm ki, onda vay bunun halını olacaq. Şəxsən bax, mən bunu buradan açıq etiraf edirəm. Və mən buradan üzümü tuturam güc strukturlarına ki, cənab Əli Nağıyevə, Vilayət Eyvazova, Kamran Əliyevə ki, prezidentin göndərdiyi əmri yerinə yetirməyən adamın haqqında siz bir tədbir görəsiniz. Yəni, mən üzümü bunlara tutub deyirəm və mən inanıram ki, şəxsən cənab prezident bunu bilən kimi o onu belə qoymayacaq. Yenə deyirəm, bu insan mənim pərəstişkarım olub. Həm də heç pərəstişkarınız olmasa da belə, yəni Azərbaycan idmanına və idmançısına o qədər xüsusi diqqəti var ki, prezidentin. Yəni 12 qat dünya çempionuna. Yəni prezident təbii ki, bunu heç bir halda o vəzifədə kim olur olsun, onu qəbul eləməz ki, sən 12 qat dünya çempionuna deyirsən ki, Judo Federasiyasına girə bilməzsən, burada sənə görə yeri yoxdur. Qıraqdan da baxır, məsələn, hansısa bir valideyn deyir, əgər bu usta idmançıya bu hörmətsizlik varsa, sabahsı günü mənim evladıma hansı yanaşma olacaq? Və idmandan elə bil ki, bizcə uzaqlaşdırırlar insanlara. Halbuki dövlət başçısı idmana bu qədər
doğrudan da maddi yardım Bəli, edir bəli. ki, Dövlət idmançıların büdcəsindən rifahı ayrı, yaxşılaşsın. Özü də tapşırığı Bəli. da var ki, idmandan artıq gedən usta idmançılara qayğı göstərin ki, onlar həm idmandan incik düşməsinlər, həm də gələcək nəsil baxsın ki, bu doğrudan da bunu Zülfiyə üçün elədilərsə, mən də gəlim Zülfiyədən də daha yaxşı idmançı olum ki, mənim üçün də bu olsun. Ən azından yaşdaşanda mənim heç olmasa buradan 5 manat, 3 manat alacağım təqaüdüm olacaq ki, mən də rifahım yaxşı olacaqsa. Mənim bu qədər zədələrimin qarşısında mən hər dəfə əməliyyat edəndə özüm elətdirmişəm. Bir dəfə də olsun ki, federasiya maraqlanmayıb. Balam, sən bu qədər zədəm var, görən sən bu zədələri necə sağaltdın, neynədin, nə qardın? İstəmirəm deyə onlardan işlə. Əgər bunlar mənə işə imtina edirlərsə, xariciləri yığıblarsa, yəqin Azərbaycanın bayrağını qaldıran o xaricilər olub, o bəzi idmançılarımız olub ki, Azərbaycanın o dar günündə çıxıb getdilər. Onlar da qınamıram, onlar da pul dalınca getdilər ki, 5 manat pulumuzu qazanaq. İndi biz qaldıq burada, Azərbaycanın bayrağını qaldıq. O demək deyil ki, indi siz də bizim başımızdan basasınız ki, idmanda olmayan bir insan ki, mən səni burada görmürəm, heç zalıma da, zal da sənin zalın deyil, dövlətin pulu ilə tikilən zaldır. Yox, o belə deyək də, o güləş döşəyində və yaxud da ki, o tatamidə filanda indi siz daha yaxşı bilirsiniz də onun adını. Orada əgər tər tökməyibsə birisi, o təbii ki, sizə deyəcək ki, mən səni burada görmürəm də, bu normal bir şeydir. Amma bu bir tək idman sahəsində deyil də, müxtəlif sahələr var ki, ümumiyyətlə o sahəyə yaxından, uzaqdan aidiyyatı olmayan adam gəlib sənə əmr eləyir və sən başlayırsan ki, izah eləməyə ki, kamera budur, mikrofon budur, deyir, doğrudan mikrofon budur, amma görürsən ki, o sənə əmr eləyir ki, yəni filan şey məsələn də düz demədin. Deyirsən ki, yəni axı sən heç bilmirsən bu nədir və mənə deyirsən ki, sən bu ilə düzgün rəftar eləmirsən. Bu çox təəssüf ki, bir çox sahələrdə var. Və bir şey də soruşum, əgər sizə xarici ölkədən təklif gələrsə, dəyərləndirərsiniz yoxsa bu vətənə bağlayan, bu ölkənin bayrağını qaldırmışam deyib getməzsiniz? Yox, getmərəm. Çünki mənim bir dənə evladım var. Elhamdülillah, o da əskərlikdədir. İnşallah əskərliyin çəkib gəlsin. Əskərlərimizi inşallah. Əmin, əmin. Allah bütün əskərləri sağ-salamat qaytarsın, o da onun içindir. Yox. Yəni bağlısınız da, vətənə bağlısınız da. Bayraq qalxanda necə kövrəlirsinizsə, indi elə kövrəldiniz. Elə bil ki, Azərbaycan bayrağı qalxır. Yəni Zülfiyə xanım eyni şey, yəni O elə bir hissdir ki, doğrudan o bayraq onu yalnız qaldıran anlayar. Qaldırmayan heç vaxt anlamaz. 12 qat dünya çempionu da kövrəlirsə, o bayraqla bağlı danışanda. Deyir, o ürəyi yanmasa, gözdən yaş çıxmaz. Mən Rafael Ağayevi küstürəndə əslində şoka düşmüşdüm. Rafael də çox gözəl idmançımızdır, çox gözəl idmançıdır. Allah onun da işlərini avand eləsin. Nəinki onun bütün idmançılarımızın işini avand eləsin və idmanın başında duran insanlara da Allah insaf versin ki, idmançıların ən azından qədrini bilsin. Xaricdən bura yığıb gətirməklə deyil. O xariciyə yenə deyirəm, mən bayrağım qalxır, himim səslənir. Biri qarnın qaşıyır, biri deyir ki, nəyimə lazımdır, mənə orden verib, medal verib. Çünki onlar sənin vətəni və sənin milləti və sənin xalqı var, bağlı deyirlər və onlar sənə pul kisəsi kimi baxırlar da. Mən deyirəm ki, mən Azərbaycanlı balalarını havayı məşq elətdirim ki, çünki Azərbaycanı, yəni İraq, Allah qorusun, indi bu gic-gic vərdişlərin olan vaxtında, yəni bu uşaqlar sağlam böyüsün, vətənə bağlı böyüsün, ən azından idmanla məşğul olsun, gələcəyin əskəridir, gələcəyin bir ailə başçısıdır. Bu insanda ən azından fiziki gücü olsun, sağlam düşüncəsi olsun. Amma siz həm bütün ölkə başçısı pul buraxır ki, idman zalları açın, siz də bütün idman zallarını pullu eləmişsiniz. Kasıb, yenə deyirəm, kasıbın da balası gəlib məşq eləyə bilmir. Bax, elementar sizə deyirəm, deyirsiniz ki, gəlirsiniz ki, mənim 2 uşağım var, Zülfiyə xanım, bununla məşğul olun. Mən də deyirəm ki, hərəsinə 100 manat ver. Bu ata 500 alırsa, bunun 200-ünü mənə verəcəksə, bu ailəsini nə ilə dolandıracaq? Olmaz ki, elə mənə həmin o federasiyası normalni, o necə xaricini gətirib vermirsən, demirəm o qədər, o qədər versən birdən ürəyim partlayar. Heç olmasa yarısın ver. Mən də öz Azərbaycanlı balalarımı rahat böyüdüm də, idmançı kimi. Gələcəyin Zülfiyələri, nə bilim, nə qədər olimpiya çempionları, Rafaelləri, Hacıları, Namikləri dolsun da bu Azərbaycanda. Bu Azərbaycanlılar olsun da. Mən valla biraz qısqancam o barədə. Mən istəmirəm başqa legioner gəlsin mənim ölkəmdən çıxış eləsin. Mən istəyirəm ki, mənim öz Azərbaycanım olsun. Qoy getsin öz Azərbaycanım 3-ə, 5-ə, 2-yə, nə bilim, çıxsın, ona razıyam. Amma nəinki hansısa bir başqasının gəlib birə çıxmalı. Çünki onda yenə deyirəm, Azərbaycanlıq yoxdur, Azərbaycan qanunu yoxdur və Azərbaycanı
yenə deyirəm, pul kisəsi kimi baxır. Mən olmayım, başqası qaldıracaq, o birisi qaldıracaq, amma həmin o idmançıya qarşı yenə də belə olacaqsa, o artıq milləti sevmir, xalqı sevmir, bayrağı və himni sevmir. Mən başqa söz deyə bilmirəm. Çünki ola bilər mən insan kimi pis insanam. Mən sənin evə getməyim, evimə gəlim. Amma mənim gördüyüm iş ümumi işdir və Azərbaycanın bayrağını qaldırıb himni səsləndirmək. Və sən də mənim gördüyüm işə görə məni qiymətləndirməlisən. Düz ola bilər ki, yıxılırsan, qalxırsan, durursan, sınırsan. Amma axı elə düz də qalır. Əlhamdülillah. Allah da hamının işini avan eləsin. Sizə də uğurlar. Yenə deyirəm, çox sağ olun ki, sizə müraciət etdim. Siz də imtina etmədiniz və hamınıza da uğurlar arzulayıram. Yəni böyük 12 qat dünya çempionu ilə danışmağın özü qürur vericidir. Mən bunu tam səmimi deyirəm. Rafael Ağayevlə də bağlı mən danışanda, o sonra mənim nömrəmi tapmışdı. Mənə zəng vurmuşdu Səidə xanım. Mən sizə çox təşəkkür eləyirəm. Heç vaxt ağlıma gəlməzdi ki, ümumiyyətlə bir xanım mənim haqqımda bu qədər ürəkli danışa bilər. Və onda da mənə heç nə dedim, sadəcə mənə nəsə toxunursa, mən mütləq onun üzərinə gəlirəm. Bilmirəm orada sən qazanarsan, bilmirəm orada sən uduzarsan. Deyir, mən çox adamlardan gözlədim ki, bu məsələdə mənə dəstək olsun. Heç kim ağzını açmadı məsələsi. Mən ona görə bəs başlayanda dedim ki, dünya, Avropa, Olimpiya çempionu olmaq asandır, amma kişi olmaq biraz çətindir. Kişi olmağı arzulayıram, çoxuna. Əsas məsələ də budur. Təşəkkür edirəm mən sizə, çox sağ olun. Qalib olmaq gözəl hissdir. Arzulayıram ki, hər kəs öz sahəsində qalib olsun. Amma qalibi məğlub etmək çox ağrılı bir hissdir. Arzu eləyirəm ki, qalibləri heç vaxt heç kim məğlub etməsin. Bəlkə də bir zamanlar bu qədər peşəkar idmançıların qarşısını kəsənlər illərlə gözləyəcək ki, kaş ki Azərbaycan bayrağı göyə ucalardı və kaş ki bizim hansısa idmançımız qalib olardı, yenidən himnimiz səslənərdi. Nə qədər ki, özümüzə dəyər verməyəcək, ola bilsin ki, bir müddət sonra bunun hər biri xülya olsun, hər biri röya olsun. Əvvəlcə özümüzdən başlayaq, əvvəlcə özümüzünkiləri görək, ondan sonra hardasa boşluq görəriksə, onda xaricdən transfer eləyərik bura hansısa məşqçini. 12 qat dünya çempionunu görməzdən gəlmək çox üzr istəyirəm, amma bir ömür kor olmaq deməkdir.